Borç yiyənlər gəlsin. Ukrayna resepti. Mənim bir Ukraynalı şefim vardı. O baş salmışdı məni. Ukrayna borşu, qırmızı lobyalı. Həmişə əti qaynadanda bunun içinə bir dənə soğan mütləq atmaq lazım. Soğan nəyə görə atırlar bunun içinə? Bu çıxan kəfin öz dadını soğan özünə çəkir, başa düşürsünüz. Elə ki, suyundan o tam gəlmir də. Qırmızı lobyalı. Quzu ətimizi qovururuq birinizi. Yağı çıxana kimi bunu qovurmaq lazımdır. 1 qram su olmamalıdır. Ancaq ət bulyonu, mütləq ət bulyonu. Qovrulana kimi tərəvəzlərimizi təmizləyək. Çox gözəl reseptdir bu. Mən elədiyim. Əgər izləmədə qalın, xoşa gələn olsa evdə hazırlayaq. Dəfnə yarpağını borşu nəyə görə atırlar? Tam versin, tək ona görə deyil. Borşu saxlayanda kələmin uzun müddət xarab olmamağı üçün, yəni qızqırmamağı üçün ona görə borşu dəfnə yarpağı atırlar ki, kələm xərab olmaz. Yəni sırf dadına görə deyil. Quzunun yağı çıxır, yəni ki, bunun əriməli, cızqız olmalı ki, yiyəndə onun xırtıltısını istəmək lazımdır, ki, yox, ancaq xırtıltısını istəmək lazımdır. Girik. Bu borşu pişəndə bulyonun aktelini edirəm, onun pastrovkasını aktelini edirəm deyənə həm qırmızı olur, həm də dadlı. Proses uzun olur, amma dadı qəşəng olur.
borşumuzun əti ilə kartofu qovrulur bir yerdə qəşəng. Sıfır yağsız. Yəni quzunun öz yağı ilə də, ancaq biz bura yağ əlavə eləməmişik. Deməli, kartofumuzla ətimiz qovruldu. Dəfnə yarpağını yandırıb atanda onun tamı çox çıxır. Lobyasını əlavə edirik, qırmızı lobya. Bunu əlavə edirik. Eləyəndə tatlı biber salça istifadə edilir. Çünki tatlı biber salça joqa vermir. Normal tomatla 1-2 manat fərqi var, bahadır. Amma ki, tatlı biber salça çox qəşəng olur. Elə ki, qırmızı biberin tomatı və yaxud tomat istifadə edəndə ona bir balaca yüngül pesok vurun ki, joqa verməsin. Bumuza tatlı biber salçanı dediyim kimi əlavə edirik. Tatlı biber salça. Bu joqa vermir. Həm rəngi tünd olur. Mesela tomatı pişirəndən sonra görürsünüz ki, rəngi qaçır. Amma tatlı biberin salçası daha da qırmızılaşır pişdikcə. Bir də joqa vermir. Çuğundurumuzu əlavə edirik bura. Köklə çuğundur elə bişməlidir ki, yəni atdız bunu boşa, bir dənə balaca qaynadıb su götürmək. Çünki çuğundur nə qədər qaynadır, o qədər rəngi qaçacaq. Çuğundurumuzun rəngi qaçmamaq üçün nə etmək lazımdır? Bir çay qaşığı üzüm, alma fərq eləməz. Sirkə vurur, bir balaca. Bir xörək qaşığı ki, çuğundurumuzun rəngi qaçmasın. Çuğundur da dediyim kimi tam bişirmək lazımdır ki, bax elə bir ki, bu qaynayır da, kələmi hazır, çuğunduru əlavə edən kimi bu cürlə balaca qaynadıb götürmək lazımdır. Çünki nə qədər çox qaynasa, o qədər çuğundur həm taxta kimi olacaq bərkiyəcək, həm də rəngi qaçacaq. Bir gün qalandan sonra qəşəng orada hamı onu bilir ki, borş pişdi. O bir gün dəmdə qalmalı, yəni boyatlaşmalıdır ki, borş tatlı olsun. Borşu yeyəndə mütləq boyat çörək yemək lazım. Mağazinlərdə borşun ədviyyatı satılır, borş üçün. İçində də tərvəzləri. Ondan da istifadə elərsiniz, çox qəşəng olur.
kərlərimizi əlavə edirik. Boş qıcqırır, kələm qıcqırdır. Suğunduru əlavə edilən sonra çox qaynadılır. 30 saniyə 1 dəqiqə. Qaynadı pis o. Götürürük.